Əziz dostlar, hər vaxtınız xeyir olsun. 23 aprel 2025-ci il Adana şəhərindəyik və Adanada bütün Türkiyədə məşhur Kaburgacı Yaşar Ustanın restoranı yerləşir. Bugün bura gəlmişik. Bəli, bu restoran çox böyükdür və doğrudan da bütün Türkiyədə populyardır. Hətta mən də onları çoxdan da izləyirdim və bugün bura gəlmək qisməti oldu. Bu tərəfdə park yeridir, önü park yeridir. Saat hardasa 3-ün yarısıdır. İçəridə demək olar ki, çox adam var idi. İndi yavaş-yavaş azalır və mən də videomu çəkməyə başladım. Kaburgacı Yaşar Usta öz boru kebabı ilə məşhurdur. Bura bütün ulduzlar, futbolçular, müğənnilər, hər kəs gəlir. İçəridə rəsmlər də var. Özü də burada əyləşib. Baxın, orada qarşıda Kaburgacı Yaşar Usta oturub orada. Çox sadə, gözəl bir insandır. İndi biz restoranı içəriden göstərəcəyik. Baxın, Adana'nın ən məşhur restoranı Kaburgacı Yaşar Usta. Burada menüyə də baxaq. Bu da Yaşar Usta'nın oğludur. Oğluyla beraber baxın, əlində boru kebabları tutublar. Bəli, əziz dostlar, içəri daxil oluruq və Yaşar Usta da buradadır. Hoş bulduk Yaşar Usta, nasılsınız? Sağ olun, hoş geldiniz. Buyurun. Sizi uzun zamandır izliyordum. Öyle mi? Nereden geliyorsunuz? Biz Alanya'da yaşıyoruz. Alanya'da. İlk defa geliyoruz. Her şey mükemmeldi. Çok teşekkürler. Buradan Alanya'ya selamlar, sevgiler. Tüm Alanya'yı buraya bekliyoruz. Nerelisiniz? Biz Azerbaycanlıyız. Azerbaycan'a selamlar, sevgiler. Çok Tüm teşekkürler. Azeri kardeşlere selamlar. Allah razı olsun. Yaxşı. Yaşar Usta, çok teşekkür ederim. Kusura bakmayın. Bekleriz Kaburgacı Yaşar'a, mutlaka gelin. Boru kebabın tadına bakın. Lokumu, kaburganın. Dünyada meşhur. Gez dünyayı, ye Adana'yı. Sağ ol. Buket. Teşekkürler. Bay bay. İçeriği gösterelim. Bəli, əziz dostlar, bu da Kaburgacı Yaşar Usta'ydı. Bakın, içeride çok məşhur insanlar buraya gelirler. Doğrudan da şimdi her şeyi size göstereceğim. Bunlar şalgamlardı. Merhaba abi. Ocağı da çekebilirsiniz. Hoş geldiniz. Merhaba. Burada herkes böyle güler yüz, mehriban, eğlenceli insanlardı. Kaburgacı Yaşar'da, oradan da bura gelmeye hiç ses peşman olmaz. Burada mezeler hazırlanır süfreye. Orada ise kebaplar hazırlanır. Yaşar Usta'nın çok videoları var, maraqlı videoları var. Necə burada küçə heyvanlarını bəsləyir. Yəni bu restorandan artıq qalan məhsulları çöpə atmırlar. Merhaba, hamısını küçə heyvanlarına verir. Ramazanda çoxlu ücretsiz insanlara yemək verir. Bir sözlə həm xeyriyyə işləri ilə məşğul olur, həm də Adana'nın ən sevilən insanlarından biridir. Burada ise böyük monitor, bakın qonaqlara belə borularla kebablar verilir. Belki də sosial şəbəkələrdə qarşınıza çıxıb. Hər yerdə Yaşar Usta əlində boru kebabı. Orada da uşaqların oynaması üçün yer var. Açıq teras hissədə. Adana'da bugün 33 derece isti var. Bəli, çox isti havadır. Aprel ayı 33 derece isti. Restoran çox böyükdür. İndi gedək orada gələn qonaqların şəkillərinə baxaq, görə kimləri tanıyırıq. Bəli, bu tərəfdə İbrahim Tatlısesdir.
Sonra yuxarıda aktyorları tanıdım. Kim var sonra? Bəli, bir çox aktyorlar, müğənnilər, tanınmış simalar. O tərəfdə futbolçular var, Haluk Levent, bir çox müğənnilər, Mahsun Qırmızıgülü görürəm. Adana Spor Futbol Klubunun prezidenti. Yəni Türkiyədə çox populyar isimlər bura gəlib. Burada da şəkillər var. Türkiyənin ilk və tək kaburqa kebabçısı. Belə əziz dostlar, bununla da kaburqacı Yaşardan videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.